Salam əziz caz sevərlər, Caz Ulduzları verilişinə baxırsınız. Bu dəfə bizim danışacağımız musiqiçi Azərbaycanın Sovet caz tarixindəki 3 əsas caz pianoçularından biridir. Birinci Vaqif Mustafazadə, Rafiq Babayev və bugün haqqında bəhs eləyəcəyimiz Vaqif Sadıxov. Verilişimizə onun ifasında 1987-ci ildə Bakı Caz Festivalında Filarmoniyanın yay zalından baş tutmuş konsertdən bir lent yazısı ilə başlayırıq. Vaqif Sadıxovun atası öz dövrünün tanınmış həkimlərindən idi və istəyirdi ki, babasının yolu ilə getsin balaca Vaqif. Kimdir babası? Vaqif Sadıxovun ulu babası Azərbaycan tarının yaradıcısı Sadıqcan olub və özü də ikisinin arasında doğulma fərqi 100 ildir. 1846-cı ildə Sadıqcan doğulub, 1946-cı ilin iyunun 6-sında Vaqif Sadıxov. Balaca Vaqifin atası evdə tez-tez tar çalardı və istəyirdi ki, Vaqif Sadıxov da tar çalsın. Amma Vaqifin heç tar xoşuna gəlmirdi. Nə qədər əlinə tar götürsə də, onu çalsa da alınmırdı və ürəyi istəmirdi. Onun ürəyi cazla döyünürdü. Atası da heç cürə caz musiqisini dəstəkləmirdi, sevmirdi və elə buna görə də Vaqif Sadıxovun istəyi o idi ki, maqnitofon evə alınsın, atası almır ki, Vaqif caza qulaq asacaq. Tez-tez kinoteatrlara gedərdi. Özü də Lalita Torresin filmlərinə böyük həvəslə baxardı Vaqif Sadıxov. Və nə cəlb eləyirdi bu filmlərdə? Filmlərdə səslənən musiqilər, Avropa musiqisinin harmoniyaları. O, arqan punktundan, tonika və dominantadan ibarət olan bəzi xalq mahnılarını heç sevməzdi. Onunki caz idi, zəngin harmoniyalar və bu aranjmanlar onun ağlını başından alırdı.
Bülbül adına musiqi məktəbində təhsil alırdı Vaqif Sadıxov. Özü də wunderkind idi. Yəni ki, uşaqlıq yaşlarından eşitdiyi hər hansı bir çətin melodiyanı, çətin əsərləri tezliklə qavrayırdı və asanlıqla fortepianoda ifa etməyə bacarırdı. Adı kimi idi. Həm savadlı idi, həm də gözəl uşaq idi. Ağ sifətli, topbuş uşaq saçlarını səliqə ilə darayardı, caza qulaq asardı, müəllimlərin sözünə qulaq asardı. Balaca Vaqif hələ 4 yaşındaykən bağça konsertlərində tanınmış operalardan ariyaları ifa eləyərdi, Neapolitan əsərlərini oxuyardı. Bacısı da onu konsertlərə aparardı. Ümumiyyətlə, ailə musiqi ruhlu ailə idi. İndi izləyəcəyimiz kadrlar 1987-ci ildə Bakıda baş tutmuş Ümumİttifaq Caz Festivalındandır. Vaqif Sadıxovun nostalji kompozisiyası. 2 fərqli versiyada.
Komünist Partiyasının 20-ci qurultayında o vaxtki rəhbər Xruşov açıq şəkildə caza olan mənfi münasibətini bildirmişdi. Sevmirdi, caza heç başa düşmürdü də. Amma buna baxmayaraq, Xruşov dövründə belə bir ifadə var idi, Xruşov mülayimliyi. Həmin dövrdə caza münasibət bir qədər neytral idi, Stalin dövründəki kimi deyil idi. Həmin qurultayda Azərbaycanlı bəstəkar Səid Rüstəmov da iştirak edirdi və Moskvadan qayıdarkən o Glenn Miller'in diskini gətirir, verir oğluna Eldar Rüstəmova. Musiqiçi Eldar Rüstəmovla Vaqif Sadıqov Bülbül adına orta ixtisas musiqi məktəbində birgə oxuyublar. Demək, həmin diski Glenn Miller'in diskini Eldar Rüstəmov həm də Vaqif Sadıqova təqdim edir. Onlar həvəslə sözü gedən diskdə səslənən caz musiqiyə qulaq asırlar. Orta məktəbdə tənəffüslər zamanı sağ əllə Vaqif Sadıqov caz improvizələri edərdi, sol əllə bas partiyalarını isə Eldar Rüstəmov çalardı. Haqqında bəhs etdiyimiz Vaqif Sadıqovun caza həvəsi 13 yaşında daha da artdı. Məsələ bundadır ki, o 13 yaşında əfsanəvi caz pianoçu bəstəkar Oscar Peterson'ın The Oscar Peterson Quartet adlı albomunu dinləyir və ağlı başından çıxır. Vurulur bu musiqiyə, bu swingə, bu caz harmoniyalarına və caz standartlara. Balaca Vaqifin caza olan və musiqiyə olan həvəsini digər müəllimləri də sezirdi. Məsələn, riyaziyyat müəllimi Valeri Ivanoviç dərs başlayanda deyirdi, Vaqifka, anuka idi. Vaqif isə yaxınlaşırdı lövhəyə, deyirdi, lövhəyə yox, rayal arxasında əyləş, caz çal bizim üçün. Riyaziyyat dərsində Vaqif caz çalırdı və müəllimi uşaqlarla birlikdə həvəslə ona qulaq asırdılar. Daha bir lent yazısına qulaq asacağıq, izləyəcəyik. 1987-ci ildə Bakı Caz Festivalında Vaqif Sadıqov tanınmış Sovet caz pianoçusu, bəstəkar İqor Nazarukla maraqlı bir duet ifa edib.
1959-cu ilin avqustun 6-sında Bakıda Dostluq restoranı açılır. O vaxt hamı o restoran Drujba restoranı deyirdi və həmin restoranda caz çalınardı. Hər axşam sırf instrumental caz. Royal arxasında Vova Vladimirov, Rafik Antonov kontrabasda, Valeri Bağırov zərbə alətlərində, Vova Sermakaşov saksafonda və 13 yaşlı balaca Vaqif də royal arxasında ifalar edərdi. 13 yaşlı balaca Vaqifin ifasını dinləyən təcrübəli Vladimir Vladimirov ona deyirdi ki, "Какой ты молодец, маленький, но играешь как американец." Yəni sən balacasan, bu boyunla, bu balacalığınla əsl Amerikalı kimi caz çalırsan. Amma digər ki, ailə üzvləri onun caz çaldığını dəstəkləmirdilər. İstəyirdilər ki, Vaqif klassik musiqiçi kimi yetişsin və hətta onu ayrıca bir klassik musiqi müsabiqəsinə hazırlayırdılar. Amma günlərin bir günü balaca Vaqifin bu sirrini özündən 13 yaş böyük olan bacısı açır. Belə ki, bacısı öz həyat yoldaşı ilə Drujba restoranına gəlir. Tam təsadüfən. Heç bilmir ki, balaca Vaqif 13 yaşlı uşaq restoranda caz çalır. Birdən bunu görən Vaqif pipetr arxasında gizlənir. Və beləcə 13 yaşından etibarən Vaqif Sadıxov, balaca Vaqif müstəqil həyat tərzi sürməyə başlayır. Caz çalır, hətta evə gec gəlsə də, atasının sözünə qulaq asmasa da öz prinsipial mövqeyini də vermir. Ümumiyyətlə, tali elə gətirib ki, Vaqif Sadıxov həmişə özündən böyüklərlə dostluq edib uşaq vaxtı. Məsələn, konservatoriyada ona dərs deyən, özündən 10 yaş böyük olan Zöhrəb Adıgözəlzadə ilə oturardı, yeyib içərdi, amma ədəb-ərkən qaydalarını da unutmamaq şərti ilə həmişə ona siz deyə müraciət edərdi. Onun hörmət bəslədiyi daha bir şəxsiyyət var, Vaqif Səmədoğlu. Vaqif Səmədoğlu da Vaqif Sadıxovun yaradıcılığına müsbət yanaşırdı. Nə cür, indi biləcəyik. Vaqif Sadıxov çox yaxşı yadımdadır, çox yaxşı tanıyıram onu. Və hətta ona biz Vaqif Sadıxova elə indinin özündə də caz əvəzkarları, musiqiçilər ona balaca deyirlər. Çünki Vaqif Mustafazadə olduğuna görə Vaqif Sadıxov ondan gəncdir. Vaqif Sadıxova biz balaca deyirdik. Və burada bir məsələni qeyd eləməliyəm mən. Azərbaycan Dövlət Konservatoriyasında, o zaman mən orada fortepianodan dərs deyirdim. Yeni gənc müəllimləri idik və Vaqif Sadıxov Zöhrəb Adıgözəlzadədə oxuyurdu. Professor Zöhrəb Adıgözəlzadə idi. Və bir dəfə Zöhrəb müəllim mənə dedi ki, Vaqif, mənim bir tələbəm var, gəl ona qulaq as. Gəldim və tam əmin idim ki, Zöhrəbin bu tələbəsi klassik musiqidən bir şey çalacaq, həmin Borçakdan, Beethoven'dən və yaxud Chopin'dən. Və birdən bu tələbə çox gözəl bir caz kompozisiyası çaldı.
Ötən əsrin 40-cı, 50-ci, 60-cı illərində caz şəhəri olan paytaxtımız Bakıda müxtəlif institutlarda, texnikumlarda caz gecələri keçirilərdi. Və tələbələr böyük həvəslə həmin caz axşamlarında rəqs edərdilər, caz musiqisinə, swing musiqisinə qulaq asardılar. Özü də həmin konsertlərə düşmək çox müşkül məsələ idi, biletlər tapılmırdı. Həmin konsertləri atlı milislər mühafizə edirdilər. Təsəvvür edin ki, Neft Kimya İnstitutu Azidə birinci mərtəbədə Vaqif Mustafazadə, ikinci mərtəbədə Rafiq Babayev, üçüncü mərtəbədə isə balaca Vaqif, Vaqif Sadıqov ifa eləyərdi. Və yaxud elə olsun Bakı Konservatoriyasının xolunu. Pribaltikadan, Moskvadan, Leningraddan caz musiqiçilər Bakıya gələr və konservatoriyanın xolunda jam sessionlar təşkil olunardı. Vaqif Sadıqov, Vaqif Mustafazadə, Rafiq Babayev də böyük həvəslə həmin sessionlarda iştirak edərdilər. İki adaş musiqiçini səhv salmamaq üçün Vaqif Sadıqova balaca Vaqif deyərdilər. Həm də aralarında yaş fərqi də var idi. Vaqif Mustafazadə Vaqif Sadıqovdan 6 yaş böyük idi. Vaxtilə Vaqif Mustafazadə ilə Tbilisi şəhərində əməkdaşlıq etmiş zərb alətləri ifaçısı Felix Şapsis mənə danışır ki, Vaqif Mustafazadənin çox xoşu gəlirdi Vaqif Sadıqovun ifasından. İlk dəfə Moskvada 20 yaşında Felix Şapsis onun gözəl ifasını dinləyib. Və tez-tez Vaqif Mustafazadə ona deyərdi ki, Sadıqovun böyük gələcəyi var. Çox maraqlıdır ki, hər iki caz musiqiçimiz Vaqif Mustafazadə və Vaqif Sadıqov eyni ildə 1964-cü ildə Bakı Konservatoriyasına daxil olublar. Həmin il daha bir caz pianoçu Bakılı Vladimir Kaçarov da daxil olub konservatoriyaya. Təsəvvür edin, demək Vaqif Mustafazadə 1964-cü ildə daxil olur konservatoriyaya və bir il sonra konservatoriyanı atır, klassik musiqi ilə məşğul olmaq istəmir, sırf caz musiqinin ardınca Tbilisiyə yola düşür. Eləcə də Vaqif Sadıqov bir il qiyabi təhsil alandan sonra köçür Moskvaya, məhz orada caz fəaliyyətini davam etdirir. 1983-cü ildə Bakıda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş Ümumittifaq Caz Festivalı baş tutur. Həmin festivalda Vaqif Sadıqov və daha bir Bakılı caz musiqiçi hansı ki Moskvada fəaliyyətini davam etdirir, Arzu Hüseynov da iştirak edir. Hər iki musiqiçini Tofiq Quliyev ayrıca diplomlarla təltif eləyir. Biz həmin nadir görüntüləri izləyəcəyik. Ardınca isə elə hər iki musiqiçinin bəstələdiyi, Vaqif Mustafazadəyə həsr etdiyi bir kompozisiyaya qulaq asacağıq. Kompozisiyanın ikinci adı isə Kəpənəklər rəqsidir. Gözəl bir caz vals. Приз Республиканского совета профсоюзов работников культуры и диплом оргкомитета Вагиф Садыхов и Арзу Гусейнов, город Москва. Çok
Vaqif Mustafazadənin Tbilisiyə, Vaqif Sadıqovun isə Moskvaya getmə səbəblərindən biri də Bakıda geniş caz auditoriyasının olmaması idi. Bəli, paytaxtımızda kifayət qədər caz müziqçiləri var idi, cazı sevirdilər, amma caza tələbat elə də yüksək deyil idi. Ona görə də məcbur idi bir çox musiqiçilərimiz estrada müğənniləri ilə işləsinlər. Məsələn, Rafiq Babayev mahnı teatrında, Rəşid Behbudovla və daha sonra isə bir çox estrada müğənnilərimizlə çalışıb. Eləcə də Vaqif Mustafazadəni götürək. O, Gürcüstanda Orera, Diela kimi qruplarla çalışıb, Bakıda Sevil
kvarteti ilə çalışıb. Eyni zamanda Vagif Sadıxov Qaya qrupu ilə işləyib, Leonid Utyosovun kollektivində çalışıb, estrada ifaçısı və Müslüm Maqomayev ilə də bir müddət çalışıb. Yəni, məsələ bundadır ki, caz musiqiçilərin həmişə estrada müğənnilərinə ehtiyac var idi, dolanmaq üçün. Rəşid Beypudov elə Vagif Sadıxov da öz kollektivinə rəhbər kimi dəvət edir. Hətta teatrın direktoru Hədə qorxu da gəlir ki, Vagif Sadıxova, əgər rəhbər kimi gəlməsən, bizim kollektivlə işləməsən, səni konservatoriyadan qovacaq. Bilməm nə dərəcədə ciddi olub, ciddi olmayıb, amma belə bir söhbət olub və bir müddət sonra həmin direktor Vagif Sadıxovu Rusiyada o zaman Rusiya mehmanxanasında qalan Rəşid Beypudovun yanına gətirir və qapını döyəcək, Rəşid Beypudov Vagif Sadıxovu görür, deyir, Vagif, sən burada nə edirsən? Vagif isə istəyir desin ki, Rəşid müəllim, bəs siz burada nə edirsiniz, amma demir. İllər sonra isə Rəşid Beypudov Vagif Sadıxovu uzaqdan görəcək deyərmiş. Ey, Vagif, gəlmədin də bizə. 1966-cı ildə Tallində əfsanəvi, çox yadda qalan bir caz festival baş tutur. Həmin festivalda Vagif Mustafazadə Tbilisini, Gürcüstanı təmsil edirdi. Rafiq Babayev isə Bakını, Azərbaycanı. Və o zaman gənc olan Vagif Sadıxov da Rauf Hacıyev Mədəniyyət Naziri olaraq ştatsız bir formada Vagif Sadıxovu da ora göndərir. Tallinn ətrafında bir restoran var idi, Belita restoranı. Çox məşhur bir restoran o və orada Jam Session baş tutur. Əvvəlcə tanınmış Sovet caz pianoçusu Rıçkov orada çalır. Sonra isə gənc 20 yaşlı Vagif Sadıxov, kontrabasçı Yohansson və Amerikalı zərbçi ilə hardasa bir yarım saat ifa edir və gənc Vagif üçün bu unudulmaz təcrübə idi. Ümumiyyətlə Vagif Sadıxovun Amerika caz pianoçularına, old school caz pianoçularına xüsusi bir marağı var idi, sevgisi var idi. Məsələn, onlardan biri Errol Garner də əfsanəvi bəstəkar və pianoçu. 2001-ci ildə Bakı Musiqi Akademiyasında Vagif Sadıxov Errol Garnerin xatirəsinə həsr olunmuş ayrıca bir konsertlə çıxış edir. Və həmin konsertdə elə Garnerin repertuarından How High the Moon adlı məşhur caz standart səslənir. Kontrabasda Tofiq Cəfərov, Sergey Krasnyanski isə zərb alətlərində Vagif Sadıxovu müşahidə edib.
1965-ci ildə Bakı Konservatoriyasının birinci kurs tələbəsi Vaqif Sadıqov Moskvaya gəlir. Sovet İttifaqının Moskvanın ən məşhur caz klubuna, Kafe Молодежное, Gənclik kafesində o çıxış edir. O vaxt daha bir bakılımız Sermakaşev də orada çıxış edirdi və onun ifasını görəcək deyir ki, Vaqif, nə oturmuşsan Bakıda? Gəl, burada Moskvada bizimlə birlikdə işlə. Və sözün əsl mənasında çıxışı ilə Vaqif Sadıqov orada partladır. Frunkin, Rıçkov kimi musiqiçilər görürlər ki, bu necə 19 yaşlı gənc oğlan necə Amerikan sayağı caz ifa edir və Sermakaşev də deyir ki, gördünüz, mən deyirdim Vaqif necə ifa eləyir. Ümumiyyətlə o dövrdə 60-cı illərin ortalarında Moskvada iki əsas caz klubu var idi. Bir haqqında bəhs etdiyimiz Молодежное kafe və digəri isə Sinya Ptitsa. Həftənin 3 gününü Vaqif Sadıqov Kafe Молодежныйda ifa eləyirdi, 3 gününü isə Sinya Ptitsada. Vaqif Sadıqov çox zəhmətkeş idi. Öz üzərində çox çalışırdı Moskvada. Təsəvvür edin ki, axşamlar klubda caz çalırdı. Sonra isə mənə bunu Arif Cahangirov danışır, tanınmış saksafonçumuz, pedaqoq. Deyir ki, Ginesinlər İnstitutunda o gözətçi ilə danışmışdı ki, gecə saat 11-dən səhər saat 8-ə qədər icazə versinlər ki, Vaqif Sadıqov orada rayalda məşq edə bilsin. Hətta bir dəfə qapılar bağlı olub, Vaqif Sadıqov pəncərədən atlayıb girmişdi otağa ki, caz çalsın. Dostları da onun zəhmətkeşliyini xüsusi dəyərləndirirdi, qiymətləndirirdi. Bax, elə dostluğun təcəssümünü özündə ifadə edən bir caz standarta qulaq asaq. Just Friends.
Gənclik kafesində Vaqif Sadıxov 3 il işləyir. Sonra gedir əskərliyə. Hərbi xidməti başa vurandan sonra yenidən caza qayıdır. Goldstein, Nosov kimi musiqiçilərlə işləmək həvəsində olur və onlar onun istedadını yüksək qiymətləndirirlər. Siniya Ptitsada, Pichora kimi Moskvanın tanınmış restoranlarında o caz çalır. Bakıya isə arada bir gələrdi. Həmin gəlişlər də elə imtahan vermək üçün idi. 20 gün qabaqçadan icazə alardı, gələrdi Bakıya, uğurla imtahanları başa vurardı, əla qiymətlərlə yenidən Moskvaya dönüb caz fəaliyyətini davam etdirərdi. Və 1973-cü ildə Sovet İttifaqının ən məşhur bir nömrəli caz orkestri olan Oleg Lundström caz orkestrində o pianoçu olaraq çıxışlar etməyə başlayır, solo improvizələri ilə yadda qalırdı. Bundan əlavə, Vaqif Sadıxov Ümumttifaq səsyazma studiyasının nəzdində olan məşhur Sovet caz ansamblı, Melodiya caz ansamblında da çalışıb. Və qastrollar, Sovet İttifaqının hər yerində demək olar ki, caz konsertlərlə onlar yadda qalıblar. Ayrıca öz diskini də hazırlayır. Barometr albomu çox gözəl albomlardan biridir və yaxud Herbie Hancock'a həsr etdiyi ayrıca albomunu da qeyd etməyə dəyər. Daha sonralar isə Vaqif Sadıxov öz ansamblını yaradır. Müasir caz musiqi adlı kvintetini, beşiyini yaradır və orada 80-ci illərdə Vaqif Sadıxov daha bir bakılımız Arzu Hüseynovla birlikdə çalışır və maraqlı layihələr, lent yazıları ilə yadda qalıblar. Daha bir bakılımız Bakıda doğulmuş Larisa Dolina, məşhur Sovet caz, istrada və caz ifaçısı ilə Vaqif Sadıxovun bir dueti var. Sözü gedən duet 1986-cı ildə Tbilisi Caz Festivalında baş tutub. Smoke Gets in Your Eyes caz standartı. ...1967-ci ildə Moskvaya tanınmış Amerika caz musiqiçisi, əfsanəvi cool caz ifaçısı, bariton saksafoncu Jerry Mulligan gəlir. Konsert və qassol üçün yox, sadəcə həyat yoldaşı
aktrisa Cindy Dennis'i müşahidə etmək üçün. Və o zaman Moskvaya gələn Amerikalılar olsun, Avropalılar, Hollandılar fərq etməz, hamı caz klubu axtarırdı. Və onlara deyirlər ki, Moskvada Kafe Молодежный adlı bir ayrıca caz klub var. Moskvanın gənclik kafesində 2 gün ard-arda jam sessionlar təşkil olunur. Və həmin jam sessionlarda Jerry Mulligan, Vagif Sadıxov və eləcə də Sermakaşov, daha bir Bakılı caz musiqiçimiz, saksafonçumuz iştirak edir. Və Jerry Mulligan həm Vagif Sadıxovun, həm də Sermakaşovun ifasını yüksək qiymətləndirir. Body and Soul adlı caz standart STM bobin vasitəsilə hətta lentədə alınır. Andrey Yegorov kontrabasda, Vladimir Amatoni isə zərbdə onları müşahidə edirdi. Vagif Sadıxov caz səhnəsində müxtəlif vaxtlarda tanınmış caz musiqiçilərlə çıxış edib. Paul Winter, Valeri Ponomarev, Mark Johnson, Igor Butman, Tommy Smith, Tom Walsh, Johnny Griffin, jam sessionlarda o Jerry Mulligan, Joe Lovano kimi saksafonçularla, Louis Bellson və Billy Cobham kimi zərbçilərlə, Billy Taylor və Benny Green kimi pianoçularla, Russell Malone kimi gitarçılarla eyni səhnəni bölüşüb. 2002-ci ildən isə Bakıda, doğma paytaxtımızda caz festivalı ənənələri başladı. Caspian Jazz and Blues adlı ayrıca festival təşkil olundu. Orada Amerikalılar, bir çox tanınmış Avropa caz musiqiçiləri də iştirak edirdilər və Vagif Sadıxov sözü gedən festivalda Amerikalı zərbçi Chris Sticklə eyni səhnəni bölüşdü. Vagif Sadıxovun musiqisində təmkinlilik, ləyaqətlilik, təngə gətirməyən ciddilik və təbiilik hökm sürür. Və bu musiqidən bir çox caz həvəskarları zövq alırlar, amma musiqiçi özü seçir onun ruhuna yaxın olan musiqini və Vagif Sadıxov seçdiyi üslubda peşəkardır. Vagif Mustafazadə kimi muğam çalmasa da,
Azərbaycan musiqisindən özünü kənar tutmayıb. O bir çox xalq mahnılarımızı, klassik Azərbaycan bəstəkarlarının yazdığı mahnıları özünə məxsus caz üslubunda hazırlayır. Hətta bir dəfə mənə tanınmış Sovet Rusiya caz pianoçusu Mixail Okun dedi ki, mən öz tələbələrimə deyirəm ki, qulaq asın Vaqif Sadıqova. Bax, əsl yol, cazın özəyi buradadır. Onun bir çox tələbələri də var. Məsələn, Elçin Şirinov bugün Azərbaycan caz musiqisini dünyada uğurla təmsil edən Elçin məhz Vaqif Sadıqovun tələbəsidir. Vaqif Sadıqov bugün Moskvada yaşayır və ara sıra Bakıya da gəlir, doğma şəhərinə. Dostları ilə, doğmaları ilə, yaxınları ilə görüşür və ünsiyyət qurur, cazlı insanlarla təmas qurur. Vaqif Sadıqov sosial şəbəkələrdə də tez-tez Azərbaycan musiqisini və Azərbaycanla bağlı tarixi həqiqətləri bölüşür. Verilişimizin sonunda Vaqif Sadıqova can sağlığı diləyi ilə onun ifasında Yeni İl bluzu kompozisiyası ilə sizinlə sağollaşırıq. Hələlik.